Abbasxan, Ruhun Səsi. Ruhun səsi bir melodiya kimidir. Heç bir zaman susmaz, hər zaman səslənir. Bir zamanlar mənimlə idi. İndi isə bu səs yalnız bir yadda qalan həsrətə çevrilir. Sözlər sustuğunda ruhun danışır. Onun hər səsi bir nağıl kimidir. Bir zamanlar bu səs bizə həyat verirdi. İndi isə sükut içində səs etdiyim yalnız ruhumun ağrısıdır. Bəzən ruhun səsi çox hüzünlü olur. Amma onun içində bir sevgi daşıyır. Sonsuz bir səssizlikdə ruhum hələ də səni axtarır hər zaman. Ruhun səsi heç bir zaman susmaz. Çünki sevgi heç vaxt sükuta qərq olmaz. Bir zamanlar biz bir yerdəydik. İndi isə hər səs səni xatırladır. Səsləndirdi Yaqub Mustafayev.